Uca Rəbbimiz öz kitabında buyurur ki: "İqtaraba lin-nasi hisabuhum və hum fi ğaflatin mu'ridun." İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı, amma onlar hələ də qəflət içində imandan üz çevirirlər. Və təfsirdə buyurulur ki: "Hədə tənbih minəllah Əzzə və Cəl alə iqtirab-s-sə'ə və dunuvihə." Bu ayə qiyamətin yaxınlaşdırılmasını bildirən ayədir ki, Allah Teala bu ayə ilə insanlara onun yaxın olmasını bildirir. Və ennən-nəsə fi ğaflətin anhə, və hansı ki insanlar bu ayədən qəflət içindədirlər. İstər iman əhlinin də ondan bir payı ola bilər. Əgər salih əməllərdə təfriti varsa, salih əməllərində nöqsanları varsa, qeyri-iman əhlindənsə, qeyri-müsəlmanlardansa hamısı qəflət içindədir. Çünki onlar Allahın ayələrinə ümumiyyətlə nəzər yetirməyiblər. Və Allah Teala qiyaməti bizə xatırladır. Halbuki hər bir insanın özünün də kiçik bir qiyaməti var. O da ölümdür. Ölüm artıq gəldisə, həmən insanın qiyaməti qopmuşdur. Artıq qeybdə olan məsələləri öz gözü ilə açıq-aşkar görür. Necə ki Allah Teala buyurub ki: "Və mə xalaqnəs-səmāə vəl-arda və mə beynəhumə la'ibin." Bu ayədə Allah Teala insanlara bildirir ki, Allah Teala bu yeri göyü, bu bəşəriyyəti boş yerə oyun oyuncaq olaraq yaratmayıb. Necə ki Allah Teala buyurur ki, biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq. Bu ayələr göstərir ki, yəni Allah Teala'nın yaradılış qayəsi çox böyükdür və əksər insanların düşündüyü kimi deyil. Həqiqətən bu keçici dünya həyatının əsas məqsədi bizi yoxdan var edən uca Allaha ibadət edib və onun elçilərinə tabi olmaqdır. Və bizim üzərimizə düşən də Allah Teala'nın əmrinə baş əyib və onun göndərdiyi elçisi Muhammed sallallahu aleyhi və səlləmin yoluna tabi olaq.